Çox eşitmişikdən mizan var qiyamətdə, tərəzi. O mizanın mənası nədir? Qiyamətdə nəyi ölçəcəklər? Mizan nədən ibarətdir? Qiyamətdə bu sözə xahiş edirəm, diqqət eləyəsiniz. Bu çox mühüm məsələdir mənim fikrimcə və bu günümüzlə əlaqəsi var. Qiyamət günündə mizanın mənası budur ki, Allah bizim hər birimizə göstərəcək ki, sən ki, bu ömür vermişdim sənə, hərəyə bir ömür payı var. Mən bilmirəm nə qədər ömür verib Allah hər birimizə, heç kəsin xəbəri yoxdur. Nə zaman dünyadan köçəcək? Ömür müddəti 50 il, 60 il, 30 il, 40 il bu payı ki, Allah bizə verib. Qiyamət günündə Allah bizə göstərəcək, bir məqam göstərəcək ki, sən bu 50 ildən səmərəli istifadə eləsəydin, nə ola bilərdin? Biz nə ola bilərdik və hal-hazırda nəyik? Onun nisbətində Allah bizə qiymət verəcək. Allahın verdiyi qiymət bunun əsasındadır. Biz nə ola bilərdik və nəyik? Hara qədər ucala bilərdik və hara gedib çata bildik? Bu nisbətdə bizə qiyamətdə qiymət verəcək Allah. Bizim qiymətimiz bu müəyyən eləyəcək. İnsan haracan gedə bilər? İnsan elə bir yerə ucala bilər ki, bütün varlıq aləmi ayağının altında qalar. İnsan elə bir məqama çata bilər ki, Allahın yaratdığı hər şeydən yüksək məqama çatar. Bu insan üçündür bu məqam. Bütün mələklər insanın məqamına qibt eləyər. Elə bir ali dərəcəyə çata bilər. İnsanın bu gözü çox həqiqətləri görə bilər, qulağı çox həqiqətləri eşidə bilər. Günahlar bizi qoymur ki, biz o həqiqətləri görək və o həqiqətləri eşidək. O gün bir məclisdə mən danışdım, mərhum Ayətullah Əllamə Təbatəbai rəhmətullahi aleyh, Qum şəhərində Aşura günüdür ki, yolla gedir. Bir universitet tələbəsi yaxınlaşır. Əllamə Təbatəbai da böyük bir fəlsəfə ustadı idi. Öz zamanının ən böyük fəlsəfə alimlərindən, müasir elmlərdən xəbərdə olan insanlardan biri idi. O gənc oğlan yaxınlaşır, universitet tələbəsidir, deyir, ağa bir sözüm var, xahişim var. Dedi, buyur. Dedi, siz xahiş edirəm bu məscidlərdə, minbərlərdə danışan ruhaniləri biraz nəzarət eləyin. Nə istəyirlər, danışırlar onlar. Üzr istəyirəm məclisdən sizdən, ağızlarına gələni danışırlar. Bu tələbə dedi. Əllamə dedi ki, məyər nə danışıblar, nəyə irad tutursan? Deyir, mən Aşura günündə bugün məscidə getmişdim. Orada bir ruhani minbərdə danışırdı, belə dedi. Dedi, bugün yer, göy, bütün əşyalar İmam Hüseynə ağlayır. Dedi, bu nə avam sözdür. 21-ci əsrdir, elm inkişaf eləyib. Bəşəriyyət aya gedib çıxıb, bu ruhani çıxır minbərdən deyir ki, yer göy İmam Hüseynə ağlayır. Yer göy necə ağlaya bilər? Əllamə Təbatəbai dedi ki, sən düz deyirsən, o səhv deyib, gərək elə deməzdi. O da biraz da ürəkləndi, dedi, görürsünüz, mən xahiş edirəm, nəzarət edin bunlara. Dedi, yox, o səhv deyib, gərək deyərdi ki, yer göy İmam Hüseynə qan ağlayır. Gərək belə deyərdi. Dedi, necə siz də bunları təsdiqləyirsiniz? Yerdə bir küzə parçası var idi. Əllamə götürdü onu, dedi, bax bu küzəyə. Böldü iki yerə, gördü ki, qan axdı, töküldü. Ondan sonra o tələbəyə baxdı, dedi ki, sənin gözün görmür, görmədiyi inkar eləmə. Allah bu gözə istedad verib ki, qəribə şeyləri görsün. Biz günahla o gözün qabağına hicab çəkirik, qoymuruq o həqiqətləri görməyə. Allah gözü ona görə verməyib bizə ki, maddi əşyaları görək, bir-birimizi görək. Allah bu gözü ona görə verib ki, həqiqəti görək, pərdə arxasını görək. İnsan bir yerə çata bilər ki, onu görə. Bir ruhani idi, minbərə çıxırdı. Deyirdi, mən həmişə minbərə çıxanda İmam Hüseyn ağaya salam verirəm, cavabın eşitməsəm söhbətə başlamıram. Deyirəm, əssəlamu aleykə ya Əbu Abdullah desə, aleykəssalam, onda bilirəm ki, səlahiyyətim var cəmaata söz deməyə. Səslər çoxdur, görməli şeylər çoxdur.
biz görə bilmirik. Amma insan yaranıb ki, o həqiqətləri görsün, dünyadan götürsün. İmam Zaman görmək üçün Allah gözü bizə verib. Biz təəccüblənirik ki, filan kəs İmam Zamanı gördü. Təəccüblü budur ki, insan yaşayır, öz imamını görə bilmir. Bu gözün başına nə oyun açmışıqsa, göz işdən düşüb, xarab olub və həqiqəti görə bilmir. İnsan bir məqama çata bilər, Allah buyurur, danışan dili, görən gözü, eşidən qulağı mən olaram. Allah bunu insan barədə deyir. Bu məqam insan üçündür ki, Allah hədisdə var, bu sözü deyim, sözümü tamamlayayım, üzr istəyirəm, vaxtınızı çox aldım. Müminin canını alanda Allah'tan nida gələr. Bu mümin arif mümindən söz gedir. Məqsədi tanıyan mümin. Allah'tan nida gələr, mərhəbən bik, xoş gəlmisən. Ondan sonra ruh çıxar mələklərin əlindən, qalxar, gələr Allahın ən yaxın məqamında dayanar, Allah'tan nida gələr ki, and olsun İzzət-i Cəlalıma, sənlə öz aramda heç bir hicab qoymayacam. İstədiyin vaxt maniyəsiz mənlə danışa bilərsən. Maniyəsiz mən sənlə ünsiyyət quracam. Gör, insan hara gedib çatır ki, Allahla arasında bir zərrə qədər fasilə qalmır, hicab və pərdə qalmır. İnsan bu məqam üçün yaranıb, amma təəssüf ki, bu müvəqqəti dünya, bu puç dünya bizi alladır, özünə məşğul eləyir, biz hədəfi məqsədi yaddan çıxardırıq və öz sərmayəmizi boş yerdə xərcləyirik. Bugünkü gün biz İmam Zaman ağanın mövludu günü bunun barəsində düşünməliyik ki, niyə ağa zuhur eləmir, bu sualın cavabını özümüzdə axtarmalıyıq, özümüzdə. Mən bu sözü bir neçə dəfə demişəm, bugün də deyib sözümü tamamlayıram. İstəyirik dünya miqyasında bütün dünyaya İmam Zaman hakim ola. Hamımızın arzumuz budur. Amma təəssüf ki, qəlb mülkümüzün hakimiyyətini İmam Zamana verməmişik. İstəyiriksə dünyaya İmam Zaman hakim ola, hər birimizin qəlb hökuməti var. O hökumətin ixtiyarını verək ağanın əlinə, ağa bizə rəhbərlik eləsin tək-təkimizə. Ağa bizim ürəyimizdə qəribdirsə, bizim ürəyimiz başqa şeylərlə doludur. Ağa qəlbimizin bir küncündə oturub dizini qucaqlayıb qəribdirsə, ürəyimizdə qəribdirsə, dünyaya necə hakim ola bilər? İmam Zaman ağanı gətirən adamlar lazımdır. İmam Zaman ağanın qədəmlərini gözü üstə qoyan adamlar lazımdır ki, mən öz ünvanıma deyirəm ki, təəssüf ki, bu yaşa qədər hələ nəinki ola bilmədim, o söz də böyük söz olar mənim üçün.